Allahın salamı olsun hidayətə tabi olanlara. Deməli, Lalə hamıya aiddir, amma qızıla deyirsən Lalə. Allah Teala buyurur ki, ən yaxın yaxınlarını qorxur cəhənnəm əzabı var deyə. Yaxından başlarsan, burada paylaşsan Lalə də işlər, hamıya da kimə eşitəndə halalınız olsun deməzlər. Məsələn, mən əvvəllər olsa halalını, məsələn, Facebookda bir adamdan bir ayə götürəndə əvvəl dedim, halal edirsiniz, halal edin paylaşanda. Əslində elə haqqı paylaşmağa heç kəs deyəməz ki, halal deyil, halal. İcazə almaq da lazım deyil. Sonra nə gözlədim ona? Sən də niyə dedin? Peki, başıma deyil. Niyə dedim, yadımdan çıxdı. Videonun əvvəlinə baxarım. Hadi. Lalə demək, yəni qızıma deyirəm, başqalarını ölmək, inşallah deyil. Əgər, məsəl üçün, Quran oxuyanda, Lalə demişsən, ola bilər yadından çıxır, təkrar deyirsən ki, baxar sonra. Quran oxuyanda, Allahımız Quranda buyurur ki, qovulmuş şeytandan Allaha sığınır. Qovulmuş, başa düşəcəkdir, amma qovulmuş şeytandan Allaha sığınır, belə yox. Qovulmuş, dərk elə ki, qovulur, dayan biraz, amma dərk elə ki, qovulmuş şeytandan Allaha sığınıram, belə. Dedin, ondan sonra Bismillahirrahmanirrahim dedin. Bismillahirrahmanirrahim dedin. Sonra məsəl üçün, yadından çıxır, nə deyəcəyim. Sonra məsəl üçün, Quranda bir ayə də var ki, bu namazda gedəndə çox vaxt olur. Namazda gedəndə görürəm ki, çox vaxt gedirsən normal. Çox vaxt da namaz bir ağırlıq olur aramızda. Sanki nəsə o gün şeytanlar edir. Sonra yaxınlaşa bilmək. Axır ki, necə yaxınlaşsan, qovulmuş şeytandan, belə deyəndə də belə olur. Elə indinin özündə də olur. Qovulmuş şeytandan Allaha sığınırım. Bismillahirrahmanirrahim. Şeytan çalışır ki, sən çatdırmayasan, deməyəsən, denə amma. Allah'ım şeytanların vəsvəsələrindən sənə sığınıram Allah'ım. Onların yanında olmalarından, işlərimizi xəvər qatmalarından sənə pənah aparıram Allah'ım. Pənah apardın. Bizim nə qədər cin vurdu mənə. Qoymurlar hep ki mənə. İndi deyə bilirsən, keçək danışırıq. İnşallah. Elə dedim də, elə başa düşür. Yəni ki, namaza gedəndə və Quranı oxuyanda bir dəfə Allah'ın dediyi kimi, yəni şeytanın, qovulmuş şeytanın Allah'a sığınırsan, Bismillahirrahmanirrahim də deyirsən, Bismillahirrahmanirrahim oxuya bilirsən. Amma namazda gedəndə başqa nə deyir Allah Teala? Allah Teala deyir ki, buyurur ki, Quranda sizə vəsvəsə toxunduğu, şeytandan vəsvəsə hiss eləsəniz, onda bir də bağlı. Vəsvəsə hiss eləsəniz, onda Allah'ın şeytanların vəsvəsələrindən sənə sığınıram. Amma anlayaraq demək daha yaxşı. Nəysə, sığınmaq gəldiğinlə deyirsən, sığınıram deyirsən, sonra onların yanında olmalarına, işlərimizdə xəvər qatmalarına sənə pənah aparıram. Allah bizimlə olsun.